Salam, bir daha axşamınız xeyir olsun. Tanımayanlar üçün özümü təqdim eləyim. Mən Orcovara Maliyyə Viplay şirkətində Yaqut direktor vəzifəsində çalışıram. İnşallah, direktorlar konfransına qədər gümüşümü açmağı planlayıram. Qızıl da ola bilər bu rütbəm. Hər birinizə, şirkətin topluq sırasında belə deyim, görməyi arzulayıram. İndi sizə, şirkətimiz haqqında biraz məlumat verəcəm və əsas qazanc planımızı təqdim eləyəcəm. Bundan öncə bayaq mənim dəyərli liderim danışdığı bəzi nüanslara toxunmaq istəyirəm. Bu mənim əvəzolunmaz və dəyişilməz bir şəklim, loqomdur belə deyim. Həmişə bir işə başlayanda bizə mane olanlar çox olur. Bu maneələrin qabağını almaq üçün də deyir səni aşağı çəkən milyonlarla səbəb görsən də, səni yüksəyə qaldıracaq əsas bir səbəb tapmalısan özün üçün. Bu səbəb də sizin xəyallarınız olsun və o xəyallarınızı yerinə yetirmək üçün, gerçəkləşdirmək üçün isə bax görürsüz bu şəkildə də burada görünür. İmtina, qorxu, cəmiyyət, şübhə, insanlar, uğursuzluq, yəni bunların hamısını qulaq ardı edirsiniz, gözlərinizi yumursunuz və hədəfinizə sirklər demiş odaqlanırsınız. Çox deyəcəklər ki, bacarmazsan, bu imkansızdır, qeyri-mümkündür, ilk yazılanlar qazanır, amma inanın ki, inkişaf üçün yəni xəyallarınıza çatmaq üçün heç vaxt gec deyil. Günü bu gün belə siz qarşınıza məqsəd qoyub başlasaz, uğuru daha tez əldə eləyəcəksiniz. Şirkətə qoşulan zaman, Viplife qeydiyyatdan keçdiyimiz zaman 3 məqsəddən qeydiyyatdan keçə bilərik. Bir istifadəçi olmaq üçün, yəni özümüzə lazım olan məhsulları daha ucuz əldə etmək üçün, ikinci satış etmək üçün, üçüncüsü isə biznes qurmaq üçün. Bu hər üç halda, yəni satış edən də, istifadəçi olan da, biznes quran da şirkət də tam pulsuz qeydiyyatdan keçir və bütün məhsulları bir məhsul da alsa, 5 məhsul da alsa 23% endirimlə əldə eləyir. Hədiyyələr qazanır və bütün məhsullarımızın üzərində ƏDV çeklərimiz olur. Bu belə deyim 3 dənə burada gördüyünüz sadaladığım 3 belə deyim kateqoriya hər 3 maddəyə aiddir. Ancaq kimlər ki biznes qurmağı düşünərsə, bu 3-dən sonra görün nə qədər imkanlarımız var. Həcmli indirim maaşımız var, pul mükafatları var, bonuslar, tədbirlər, biznes səhər yeməkləri, ölkə daxili və ölkə xarici sayın səsi bağlayım. Ölkə daxili və ölkə xarici səyahətlər, avtobonus proyekti, sponsor hədiyyələri və saymaqla bitməyəcək möhtəşəm hədiyyələrimiz, kampaniyalarımız var. Əgər siz qeydiyyatdan keçibsinizsə, gördüyünüz bu start proqramına qoşulursunuz. Burada isə start proqramında qazanacağımız hədiyyələri göstərir. Birinci addımda kataloq müddətində, yəni qeydiyyatdan bugün keçibsə, bugündən kataloq bitənə qədər bir dəfəlik 25 bonus ballıq məhsul dövriyyəsi etdikdə Premium Class Eco-Home brendinə aid olan yuyucu tozu tam pulsuz əldə eləyirsiniz. Məhsulun bizə gəliş qiyməti 12 manat 50 qəpik, satış qiyməti 16 manat 49 qəpikdir, ancaq biz bunu tam pulsuz əldə eləyirik. Növbəti addımda, yəni növbəti kataloqda Legenza brendinə aid olan hər hansı bir bu məhsul çeşidi dəyişə bilər. Saç maskasını, zeytun yağlı ola bilər, keratinli ola bilər, arqan yağlı ola bilər və s. Saç maskasını 25 bonus ballıq məhsul dövriyyəsi edərək yenə tam pulsuz əldə eləyirik. Hal-hazırdakı kataloqda məhsulun bizə gəliş qiyməti 24 manat 61 qəpik, satış qiyməti isə 32 manatdır. Növbəti addımda isə Martinlion brendinə aid olan unisex əti, narkotik ətinin biz pulsuz əldə eləyirik. Kataloq qiyməti hal-hazırda 37 manat 70 qəpik, bizə gəliş qiyməti isə 29 manatdır. Yəni bu qədər məhsulu alanda 38 manat, yəni 37 manat 50 qəpik məhsulu alanda bu gördüyünüz hədiyyələri tam pulsuz əldə eləyirik. Bununla da bitirmi? Əsla bitmir. Bizdə günün aksiyaları var ki, biz məhsul dövriyyəsini etdiyimiz zaman, yəni evimizə lazım olan məhsulları marketdən deyil də, özümüzün qeydiyyatdan keçdiyimiz zaman qazandığımız marketimizdən aldıqda gündəlik aksiyalar var ki, biz 25 bonus ballıq deyil də 30 bonus ballıq və yaxud da 20 ballıq, 25 ballıq olur bu məhsul dövriyyələri, aksiyalar götürmək üçün. Misal üçün, bugün kəlağaydı mən elə üzərimdə təlimi şəklində gördüyünüz kəlağayını da aksiyadan götürmüşdüm. Həmin bildiyim kəlağayını və yaxud da burada gördüyünüz məhsullar satışda olan və olmayan məhsulları şirkət bizə hədiyyə kimi təqdim eləyir. Biz 30 ballıq dövriyyə etdikdə həm günün aksiyasından, həm addım hədiyyəsindən yararlanmış oluruq. Plus da bizim komandamız varsa, yəni dəvətlərimiz varsa, 150 bal keçmişiksə həcmli endirim maaşı da qazanırıq. Yaxşı, günün aksiyalarını başa düşdük, addımları başa düşdük. Bəs bu 3 addımdan sonra bizim addım hədiyyələrimiz bitirmi? Bitmir.
Viplife-da qırılmaz sonsuz addım hədiyyələri var ki, bunlar da bizim 75 bal hədiyyələrimizdir. Hər kataloqda 75 bal hədiyyələrimiz dəyişir və, ona görə də, yəni 3 kataloqdan, sonra bunları biz şəkil olaraq hər kataloqun əvvəlində görürük. 75 bal hədiyyələrindən, addımlardan, günün aksiyalarından danışdıq. İndi isə şirkətimizin bizə qazandırdığı və 25 illiyi münasibəti ilə qoyduğu möhtəşəm hədiyyələrdən, endirimlərdən də bir balaca danışım sizə ki, mən 2 ildir Viplife-da çalışıram və bunu ancaq 25 illik yubileyində gördüm ki, bütün məhsullara onsuz biz 23% endirim əldə eləyirik. Plus bu 23% endirimdən əlavə olaraq da qırmızı cümədə 30% endirim və digər günlərdə 25% endirimlər, brendlərə 30% endirimlər və 3 al, bir plus biri hədiyyə endirimləri 25 illiyimizə özəl görmüşdük və bundan əlavə olaraq 25 illiyimizə özəl şansını yoxla aksiyaları var idi. Mən çox sevinirəm Gəncədə yaşayan biri olduğuma görə ki, biz 2 hədiyyəni Gəncəyə gətirdik. Televizor və soyuducu, qazananlar Gəncədən oldu. Bu möhtəşəm hədiyyələri şirkət bizə nəyin qarşılığında verir? Evimizə lazım olan məhsulları gedib marketdən deyil də, özümüzün qeydiyyatdan keçib şəxsi marketimizdən aldığımıza görə verir. Hansı market bizə bu hədiyyələri 38 manatlıq məhsulun qarşılığında verir və 38 manatın üzərində bizə maaş verir. Yəni elə bir market varsa deyin, mən gedim orada çalışım. Deməli, mənim ən çox sevdiyim və, bilənlər bilir, artıq müraciət eləmişəm, hərbiçi bonusu üçün. Məni bu şirkətə cəlb edən bonuslardan biri də, Vətən müharibəsi iştirakçısı bonusudur. Mən hərbiçi qız olaraq Yaqut direktor rütbəsini açandan sonra şirkətə, daha doğrusu açmışdım, sadəcə müraciət etmək bildim, yadımdan çıxmışdı. Şirkətimizdə, Azərbaycan şirkəti olduğunu demədən göstərən möhtəşəm bonuslar var. Bu bonuslardan da ən qürurverici olanı Vətən müharibəsi iştirakçısı bonusudur ki, kataloq fərqi yoxdur. Mən qeydiyyatdan keçdiyim ilk dövrlərdə məhdudiyyət var idi, 8 kataloq, 10 kataloq. Şirkətimiz o qədər belə deyim, bizi düşünür ki, biz nəyi deyirik, yəni heç bir şirkətdə bu yoxdur. Azərbaycan şirkətidir deyə biz nəyi deyiriksə, sağ olsun, bizi dəyərləndirib, fikirlərimizi önəmsəyib onu yerinə yetirir. Bonuslarımız haqqında məlumat verim ki, yazıldığınız dövrdən Yaqut direktor rütbəsinə çatdığınız dövrə qədər fərq eləmir. Ay məhdudiyyəti olmadan Yaqut direktor rütbəsini açırsınızsa, hər ay maaşınızdan əlavə 55 manat hərbiçi bonusu qazanırsınız. Şəhid ailələri, qazi ailələri, veteran ailələri bu bonusdan yararlana bilir. Və yaxud da qeydiyyatdan keçirdiyiniz satış agenti 60 yaş üzəri təqaüdçüdürsə, yəni yaşa görə təqaüdə çıxıbsa, hər ay maaşından əlavə 50 manat bonus qazanır. Bu iki belə deyim, bonus Yaqut direktor rütbəsindədir. Ancaq bizim tələbə bonusumuz direktor rütbəsindədir. Artıq Yaqut deyil də direktor rütbəsini açan hər bir tələbəmiz tələbə biletinin etibarlı olduğu dövrdə 40 manat da maaşdan əlavə tələbə bonusu qazanır və bizim bir bonusumuz da var ki, bu da bloger bonusudur. Bloger bonusunda isə rütbə fərqi yoxdur. Sosial şəbəkədə aktiv birisinizsə, istifadə etdiyiniz məhsullardan, şirkətin aksiyalarından, gündəlik məsələn aksiyalardan video roliklər çəkirsiniz, üzünüz düşmək şərti ilə 1 ay müddətində 3 post, 12 story paylaşırsınız və paylaşdığınız zaman şirkətin viplife.az səhifəsini Instagramda tag eləyirsiniz. Şirkət bu çalışmanıza görə, yəni məhsulları özünüz təqdim etdiyinizə görə sizə maaşınızdan əlavə də 50 manat bloger bonusu verir. Dediyim kimi burada heç bir faiz, rütbə tələbatı yoxdur. Yəni 3% satış agenti belə bu bonusdan yararlana bilər. Daha sonra bizim avtobonusumuz var ki, hal-hazırda elə burada Ziyafət xanımı gördüm. Ziyafət xanımın qoşulduğu, digər liderlərimizdən də qoşulduğu avtoproyektlər və avtobonus qaliblərinin şəkli var və bundan sonra mənim dəyərli liderim, mənim Yaqut rütbə açdığıma görə Gəncəyə gələndə məni təbriyə gəlmişdi. Burada mənim komanda üzvlərimi və dəyərli sponsorumu görə bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm bu diqqətiniz üçün. Komandamızın üstünlüklərdən biri odur ki, yeni rütbə açan hər kəsi yerindən, məkanından, uzaqlığından asılı olmayaraq dəyərləndirib, qiymətləndirib təbrikə gedirik. Daha sonra bizim səhər yeməklərimiz olmuşdu. Bu bizim Gəncədə olan səhər yeməyimizdir.
və burada aparıcısı olduğum yeni il şənliyindən görüntülərimizdir. Daha sonra sizə, biz qeyd etdik ki, yuxarıda Viplife şirkəti həm ölkə daxili, həm ölkə xarici, səfərlər təşkil edir. Tam pulsuz Azərbaycanı və dünyanı gəzə bilirsiniz. Bu da ondan bir neçə şəkillərdir. İndi isə sizə əsas, gözlədiyiniz məqam haqqında danışmaq istəyirəm ki, 25 ilimizi qeyd etdiyimiz şirkətimizdə uğurlu biznesinizi bizimlə qurun. Bunu da necə edəcəksiniz? İlk öncə sizə rütbələrimiz, faizlərimiz haqqında məlumat verəcəm. Daha sonra isə maaş hesablanması üçün düsturumuz var, onu deyəcəm və bunun əsasında siz artıq kataloq başlayandan planınızı qoyub, maaşınızı neçə istəyirsə onu hədəfləyib və həmin maaşa çatmaq üçün o strukturu qura bilərsiniz. Sizə göstərim, baxın, bu ədalətli sistemi ki, biz deyirik ki, 25 bonus bal aktivliyimizdir. Yəni 25 ballıq dövriyyə edib 3 faizli star menecerdə və ən yüksək rütbə olan baş elit brilliant direktor rütbəsində belə siz 25 ballıq dövriyyə ilə maaşınızı ala bilirsiniz. Yəni şərt deyil ki, siz 30 bal, 40 bal, 50 bal, 100 ballıq dövriyyə eləyəsiniz. Bütün bax bu gördüyünüz rütbələrdə, faizlərdə siz 25 balla maaşınızı ala bilirsiniz və ən axırıncı sonsuzluqda olan dərinliyinizdən biri deyim də maaş götürə bilirsiniz. Yəni müəyyən yerdən sonra maaş almıram söhbəti bizdə yoxdur. Əgər siz bu 3%, 6%, 9, 12, 16% keçib ilk dəfə 21% açıb direktor olursunuzsa, ilk dəfə direktor olanlar üçün 100 manat motivasiyon direktor bonusu var. Onu əldə eləyirsiniz. Daha sonra isə mənim olduğum Yaqut direktor və ondan yuxarıda olan rütbələr üçün, baxın burada qeyd olunubdur. Burada gördüyünüz premiyaları əldə eləyirsiniz və bu premiyalar hər ay qazanırıq biz. Mən Yaqut direktoram və Yaqut direktorluğumu saxlayıramsa, hər ay 100 manat maaşından əlavə premiyamı götürürəm. Əgər gümüş direktora qalxıramsa, maaşdan əlavə 150, qızıl olursa 200. Bir dənə onu qeyd eləyim ki, bu premiyaları götürmək istəyirsinizsə 25 bal deyil, 100 ballıq dövriyyə eləyirsiniz. O da məcburiyyət deyil. İstəyirsinizsə də eləyin, premiyanızı götürün, istəmirsinizsə də götürməyə bilərsiniz. Və ən axırda Yaqutun belə deyim, avantajlarından danışacağam sizə. Çünki özüm Yaqut direktoram və ən azı hər kəsə Yaqut direktorun gəlirini arzulayıram. Mən başda qeyd eləmədim, özüm haqqında elə bil danışmadım. Mən Aqrar Universitetdə müəllimi olaraq çalışıram və onu qeyd edim ki, mən Yaqut direktor rütbəsində 2 qırmızı diplomla bitirdiyim universitetdə 7 illik müəllimlik fəaliyyətimdə aldığım maaşdan az və daha çox pul alıram Yaqut direktor rütbəsində. Hər kəsə ona görə Yaqutu arzulayıram. Burada isə bizim ballarımız və faizlərimiz göstərir. Hər kəs qeydiyyatdan keçəndə ilk bilməli olduğu bir məhsulları tanımalıdır. Çünki tanımadığı məhsulu, istifadə eləmədiyi məhsulu gərək satış üçün, gərək biznes üçün, gərək də digər məqsədlərdən qeydiyyatdan keçəndə heç kimə tövsiyə elə bilməz, nə də özü bilə bilməz ki, o onun üçün faydalıdır, yoxsa yox. Birinci məhsulları tanımalıyıq, ikinci isə müvəffəqiyyət planımızı bilməliyik ki, biz hansı balı tamamlayanda hansı faizə qalxa bilirik. Məsələn, yəni mən komandamda buna rastlaşmışam. Bəzən 2 balla, 3 balla rütbədən, yəni belə deyim də, faizdən qırılmalar yaşanır. Əgər komandaya qoşulan şəxs özü bilsəydi ki, misal üçün deyim, bu 748 baldadır, 2 balda artıq vursa artıq 9% açır. Heç gözləməz ki, komandadan kimsə onu vursun. Elə özü bir dənə məsələn təmizləyici toz alsa, 9%-ni açıb 9%-in maaşını alar. Bu belə deyim, bal faiz nisbətini hər kəs əzbərləməyi mənim üçün şərtdir. 150-249 bal arası 3%-dir və artıq siz 150 balı keçibsinizsə, özünüz də 25 ballıq dövriyyə eləyibsinizsə, burada maaş əldə eləyə bilərsiniz. Və 150-dən yuxarı artıq faizlər artdığına görə maaşlarınız da artacaq. Necə? Baxın, burada qeyd etmişik, siz bu, belə deyim də, şirkətdə ən üstünlüklərdən, digər şirkətlərdən bir deyim, ən rahat tərəflərindən biri odur ki, 2 qolla, cəmi 2 qol
vuraraq 4 rütbəni aça bilirsiniz. Rütbə dediyim faizləri nəzərdə tutmuram. Yəni 3%, 6%, 9% deyil. Direktor, yaqut direktor, gümüş direktor və qızıl direktor rütbəsini cəmi 2 qolla aça bilərsiniz. Artıq 2 qolla 4 rütbənizi açıbsınızsa, siz növbəti 3-cü qolunuzu qurub digər rütbələri də aça bilərsiniz. Onu qeyd edeyim ki, elə yaqut direktorda, gümüş direktorda biz 3 belə deyim 4 rəqəmli qiymətə yaxın maaş alırıq. Siz bunu planlayıb, da 3 qol, 5 qol, 7 qoldan alacağınız maaşı 2 qoldan burada ala bilirsiniz və dəvətlərinizi də ona uyğun eləyə bilərsiniz ki, cəmi 2 nəfər siz gətirirsiniz. Gətirdiyinizdə 2 nəfər gətirsə, bu formada mən heç kimi tanıya bilmirəm, heç kimi dəvət eləyə bilmirəm kimi bəhanələri burada yox eləyə bilərik. Çünki hər kəs burada satılan məhsullardan özü istifadə eləyir. Elə bir belə deyim, məhsullara sahibik ki, bu məhsulları, yəni biz marketdən %1.000.000 faiz alırıq. Elə məhsullar deyil ki, deyim ki, nadir hallarda alacağıq, yox bu ay almıram, 5 aydan sonra alacağam. Elə bir məhsullarımız deyil. İndi sizə qazanc planında maaşın hesablaması bağlı düsturumuzu yazacağam bu kənardan və siz ona uyğun öz maaşınızı hesablaya biləcəksiniz. Biz bilirik ki, VIP Life-da 1 bal 1 manat 50 qəpikdən hesablanır. Baxın 1 bal 1.50 ilə hesablanırsa, mən 25 ballıq və yaxud da 30 ballıq və yaxud da 50 ballıq fərq eləmir. Neçə ballıq dövriyyə etmişəmsə, etdiyim dövriyyəni vururam, bax burada görünən 1.2-yə və vururam olduğum faizə. Yəni əgər misal üçün yuxarıda bir yerdə qeyd edim, mən 25 ballıq dövriyyə etmişəmsə və yaxud da bunu belə yazaq. 25.4 ballıq dövriyyə etmişəmsə, onu vuracam 1.2-yə. İndi açıqlama verəcəm ki, o 1.2 nədir, digəri nədir? Və vuracam misal üçün elə 3%-dəyəmsə 3%-ə. Baxın 1 bal 1 manat 50 qəpikdir demirdik. Necə saniyə? 1 balımız 1 manat 50 qəpikdir. Elə deyilmi? Bu 1 manat 50 qəpiyin 30 qəpiyini şirkət vergisi, sosialı, sığortası onların ödənişinə sərf eləyir və ödədiyimiz hər 1 manat 20 qəpiyə görə bizə maaş verir. Neçə ballıq dövriyyəmiz varsa, neçə belə deyim bal vurmuşuqsa, bu 26 da ola bilər, 28 də ola bilər, neçədirsə, yəni şəxsi hesabınızda neçə yazılırsa da, həmin dövriyyəni vururuq 1.2-yə, vururuq olduğumuz faizə. Bu bizim aldığımız maaşımızdır şəxsi dövriyyəmizə görə. Əgər burada nümunələr yazmışam, 50 ballıq, 70 ballıq, 100 ballıq dövriyyə eləyirəmsə, görürsüz şəxsi balıma görə maaşım dəyişə bilir. Əgər mən bunu belə deyim, bir xəttdən eləyirəmsə, daha fərqli qiymət olur. 2 xəttdən eləyirəmsə, daha fərqli qiymət olur. Mən 3%-əm, məndən aşağıda yerləşən satış agentim 3%-ə çatmayıbsa, mən həmin komandanın, baxın burada görürsüz 3%-dən, yəni buradakı 3%-dən çıxıram 0%-i, elədi 3%, həmin komandanın vurduğu bala görə də maaşını alıram. Baxın, bax burada yazılan hissəni. Yəni məndən aşağıda faiz açan yoxdursa, 1.80 50 bal eləmişəmsə özümün və 125 bal komandamın 4 manat 50 qəpiyini götürürəm. Cəmi mənim maaşım olur 3%-də 6 manat 30 qəpik. Bu, belə deyim, dövriyyə aşağıda gördüyümüz komandanın və özümüzün balına görə dəyişə bilər. Əgər bizdən aşağıda bir nəfərdə 3%-i açıbsa, yəni 150 balını tamam edibsə, onda mən də 3%-əm, burada müşqə ilə göstərirəm. Məndən aşağıda olan satış agenti də 3%-dirsə, mən ara fərqi yarada bilmədiyimə görə 3%-dən 3% çıxdım, 0% eləyir. Həmin komandadan mən maaş götürə bilmirəm. Amma mən komandadan maaş götürmürəm deyə maaşsız da qalmıram. Özüm hansı dövriyyəni etmişəmsə, 50, 70, 100, 25 neçə dövriyyə etmişəmsə, öz etdiyimə görə maaşımı alıram. Yəni ona görə biz həmişə komandaya deyirik ki, çalışın ara fərq yaradın və yaxud da özünüzə güvənirsinizsə, 6%, 9% çatanda ikinci qolunuzu açın ki, ara fərq rahatlıqla yarada biləsiniz. 3%-dən izah elədik, sizə bir də 6%-i nümunə göstərim ki, əgər mən 6%-də 2 qoldan çalışıramsa, onda nə qədər maaş ala bilərəm.
Mən özüm dövriyyə eləmişəm, yenə yuvarlaq 50 ilə verirəm. Çünki bizim komandada bu ayın hədəfi 50 baldır. 50 baldan çalışacağıq. Ona görə 25 deyil də bütün hesablamaları ən azı 50 baldan vermişəm. 50 baldan dövriyyəmizi etdik 6%-də. Baxın, yuxarı qayıdım göstərim. Mən burada da 50 bal eləmişdim, almışdım 1 manat 80 qəpik. Burada da 50 bal elədim, aldım 3 manat 60 qəpik. Çünki faizim artır, amma dövriyyəm eyni dövriyyədir. Yəni faiz artdıqca şəxsi dövriyyəmə görə də maaşım artır. Mənim birinci qolumda 125 ballıq dövriyyə gedib, ikinci qolumda isə 75 ballıq dövriyyə gedib və hər ikisi 3%-dədirsə, mən buna uyğun maaşı necə hesablayıram? Hesablayıram, bircə saniyə burada rəqəm səhv düşüb. 6%-dən çıxdım 3%-i, qaldı 3%. Burada da 6-dan 3%-i çıxdım, qaldı 3%. 75-i vururam 1.2-yə, vururam 3%. Elədi birinci xəttdən, məsələn də sağ-sol fərq eləmir. 2 manat 70 qəpiklik maaş. İkincidə 125-i vururam 1.3-ə, vururam 3%, elədi 4.50. Əgər mən 50 ballıq dövriyyə eləmişəmsə, 3.60-ın üstünə buradakı 2.70-i və buradakı 4.50-ni gəlirəm. Mənim 6%-də bu 6%-in ən aşağı balıdır. Çünki baxın burada mənim bildiyim öz şəxsi dövriyyəmlə bərabər 250 baldır. 6%-i biz qeyd etdik axı 250 ilə 700 bal arasındadır. Yəni mən 700-ə çatana yaxın bildiyimdə dövriyyəmi elə təşkil edə bilərəm ki, 750 yox, 749-da məsələn 6% olaram, onda daha yüksək maaş ala bilərəm. Yəni mən ən aşağı hədlərdən hesablamışam ki, siz düsturu başa düşüb, özünüz öz strukturunuzu ona uyğun hesablaya biləsiniz. Və bir dənə də 9%-li hesablama yazmışam sizin üçün. Baxın, yenə yuxarıdakıları göstərim. 50 baldan 1.83%-də, 3.60 6%-də və 5.40-da 9%-də mənim maaş əldə edirəm. Yenə 2 ballıq sistem şəkli yaratmışam sizə. Burada isə necədir? Birini 6%, birini 3%-dən göstərmişəm ki, sizin qollarınızın biri 6% ola bilər, biri 3% ola bilər. 0 da ola bilər. Sadəcə 0 deyil də faizdə olanı göstərin ki, siz daha rahat hesablaya bilərsiniz. 50 bal şəxsi dövriyyəmdir. Bunu başa düşdük məncə. İndi qollarda necədir? Birinci qolda 6%-dirsə, mən 9%-dən çıxıram 6%-i. Bunu niyə çıxıram? Ara fərqi bilmək üçün ki, mən ara fərq olaraq nə qədər pul götürəcəm? Və burada 525 ballıq dövriyyə gedib onun 3%-nin maaşını alıram. Daha sonra ikinci qolumda 175 ballıq dövriyyə gedib, onda isə 9-dan 3-ü çıxanda 6% qalır. Mən də 175-in 6%-ni maaşını götürürəm. Yuxarıda özümün 5.40-ım var idi. Burada 18.90-ım oldu. Burada 12.60-ım oldu və cəmlədik. Mən 9%-ni yenə qeyd edirəm. Ən aşağı həddində, yəni tam 750 ballıq dövriyyə getdiyi vaxtı 36 manat 90 qəpik maaş götürmüş oluram. 9%-imiz 750-dir, 12%-imiz 1250 xaldı. Mən gedib 1245-də, 1249-da bunun 2 qatı, 3 qatı maaş ala bilərəm. 2 qoldan 12% mən olan ərəfədə alırdım 120, 130, 140 manat maaş. Yəni bunu almaq sizin üçün o deyil 2 vur 2 olmalıdır. Və bu dövriyyəni siz hesablamanı daha dəqiq biləndə ona uyğun da komandalarınızı idarə eləyə bilərsiniz ki, misal üçün mənim bu qolumda bu qədər bal var, ikinciyə bu qədərlik bal yığası olsa mənim faizim artacaq. Və ara fərq yaratdığıma görə biri 3-dür, biri 6-dır. Mən 2 komandadan da, 2 qoldan da maaş götürəcəm. Və bu bildiyim qollardan sonra sizə özümün rütbəmi və rütbəmdə qazandığım maaşı faizi izah eləyim. Deməli, direktora qədər məlum məsələdir ki, əgər mən direktoram 21%-dəmsə, məndən aşağıda kimlər varsa, məsələn 16%-dir, 12%-dir, neçə faizdə isə bizdən aşağıdakının faizini çıxıb onun maaşını alırıq. Yaqutda isə ilk baxışda gözə qəribə gəlirdi ki, Yaqut direktor 23%-dir, adi direktor isə 21%-dir. Nə oldu? Mən bu qədər əziyyət çəkdim, gəldim, direktor yetişdirdim birinci qolumda. Mən 23-əm, o 21-dir. Direktorumdan cəmi 2% mi maaş götürəcəm? Xeyr, şirkət deyir ki, sənə təşəkkür eləyirik, sən əziyyət çəkib, komandanı qurubsan və bu əziyyətinin qarşılığında o 2%-dən əlavə də 5% Yaqut direktoru bonusu əldə eləyirsən. Yəni birinci xəttdə ara fərqi 2% olmağına baxmayaraq, biz 2% deyil də 7% Yaqutda bonus qazanırıq.
Və bu mən, belə deyim də, ilk baxanda məni biraz müəmmaya salmışdı. Sonra baxandan sonra belə deyim, o dəqiqliyi görəndə daha da sevindirmişdi ki, mən normal hesablayanda 2%-dən direktor maaşına yaxın gəldim. Deyirdim ki, nə oldu? Elə Yaqutda bu, direktorda bu. Sonra şirkətin bu, belə deyim, gözəlliyini, üstünlüyünü görəndən sonra şirkətə məhəbbətim onsuz da qat-qat artıq idi, daha da artdı və bu, belə deyim, qazancdan əlavə də Yaqut direktorda artıq stabil 100 manat mən, hər ay premiyamı alıram və onu qeyd eləyim ki, premiyaların kəsilməsi yoxdur. Əgər məsələn mən Yaqut direktoram, bir kataloq düşdümsə direktora, həmin kataloqda almıram. Amma növbəti kataloqda yenidən Yaquta qayıdıramsa, mən olduğum rütbənin premiyasını götürürəm. Premiyaların məbləği dediyim kimi rütbələr artdıqca artır. Ancaq rütbədən düşəndə də həmin ay üçün almaya bilərsiniz. Yenidən rütbənizi bərpa etsəz, yenidən premiyanızı götürə bilərsiniz. Və ən sonda bu cümlə ilə yekunlaşdırım təlimimi. Daha sonra sual-cavab hissəsinə keçərik ki, insanın dəyəri qazancı ilə deyil, qazandırması ilə artar. Əgər siz də qazanmaq istəyirsinizsə, komandanızı qazandırmalısınız və insanların qəlbində özünüzə gözəl, belə deyim, taxtac yaratmalısınız. Əgər komanda sizi sevərsə, orada pul, mənfəət arzusunda deyil də, belə deyim, içtenliklə, sevgi ilə mən həmişə komandama kim qeydiyyatdan keçir, qızlarla burada olanlar təsdiqləyə bilər ki, ailəmizə xoş gəlmisiniz deyirəm, komandamıza deyil. Çünki ailə olanda hər şey daha, belə deyim, tez inkişaf eləyir, hər kəs bir-birinə qarşılıqlı hörmət eləyir. Düzdür, hər yerdə bu belədir, amma ailə abu-havası tamam fərqlidir. İndi, mən təlimi burada yekunlaşdırıram, ancaq bununla bitmir. Kimlər diqqətlə qulaq asıb onu öyrənmək üçün sizə hədiyyəli viktorina təşkil eləyirik ki, 3 nəfər qalib seçəcəyik, suallar verəcəyik və həmin suallara ya əl qaldırıb qarşılıq olmasın deyəmi deyim, yoxsa necə eləyək, Leyla xanım ki, xanımlar suallara tez cavab versin və bizdən hədiyyə qazansın. Ən sonda eləyərik onu. İndi bir balaca mən əlavələrim var və bir xanımımız da inşallah ki, burdadırsa, bizim, yeni bir yaqutumuz var, X şirkətlərdən gəlmişdi. O da bizim ailəmizdə, yəni ki, sənin kimi gözəl göçək bir xanımdır, müəllimədir. İnşallah ki, əgər əlavəsi varsa, o məndən xahiş elər ki, mən də çatdırsam, danışacam. Burda olsa danışar. Və, maaş, cədvəli ilə bağlı bir şey də deyim sizə, xanımlar, faizlər var ha. Baxın, adi biz, belə deyim, əlifbanı bilməsək yazı yaza bilərikmi? Yox. Bax, bizim şirkətdə də bu önəmlidir. Ona görə də 3%-dən ta 23%-ə qədər, yəni mən hələ rütbələri tam demirəm sizə. O bizim planımızı mütləq əzbər bilməlisiniz, əgər inkişaf istəyirsinizsə. Və bəzən məndən sual verirlər ki, siz təlimdə, niyə görə ən çox liderlərimiz danışır, siz az danışırsınız? Mən onu vurğulamaq istəyirəm ki, belə deyim də, mən çox danışsam təbii ki, mən inkişaf edərəm, amma mən inkişaf etdirib liderlərimi hər zaman ön plana çıxardıram ki, onlar danışıb, onlar da daha çox inkişaf etsinlər. Yəni bu sualı mənə daha çox verirdilər, və mən istədim ki, bir açıqlamanı da elə belə canlı-canlı sizə çatdırım. Gülnar liderim burdadırsa, əlavəsi varsa, danışsın. Yox, əgər